LG markalı paltaryanla bağlı 3 dənə, 4 dənə bilmədiyiniz məlumat deyəcəm. Videoya axıra qədər baxın ki, məlumatınız olsun. Yorumlara da heç olmasa bir dənə sağ oldan, çox sağ oldan yazarsınız. Qayd eləyin, saxlayın. Bu video sizə həmişə axtardığınız videodur və bir ömür axtarmısan ki, bunları mən necə eləyim? Elə eləyin ki, hamı görsün. Bunu hamı görmək üçün heç olmasa bir dənə like atın, qayd eləyin. Yorumlara bir dənə öz fikrinizi yazın. Bilməyənlərin də məlumatı olsun. Bu videonu çəkəndə çox adama çatdı. 500 min, 1 milyon baxış gəldi, amma bəzilərinə çatmadı. Bunu bəzilərinə görə atıram. Görməyənlərin yorumda görün nə qədər görməyən adamlar olacaq. Deyəcək, hə mən görməmişdim. Əsas keçirik videoya. Video nədən ibarətdir? 4 dənə bu paltaryanın bilmədiyiniz məlumatını atıram. Düzdür, yorumlarda biri yazacaq ki, mən bilirdim. Ola bilər sən də elə bu mənim bu videomun sahəsində bilmirsən, digər videolarımın sahəsində. Baxın, bugün sizə 4 dənə məlumat verirəm. 4-ündən birincisi nədir? Achiska Baraban özünü yuma proqramı bu modellərdə necə qoşulur? O. İkinci, bu modellərdə odjum tək sıxmaq proqramı yoxdur. Bu necə qoşulur? 2. Üçüncü, bu modellərdə suyu boşaltmaq istəyirəm, amma boşalda bilmirəm. Problem var. Bunu necə boşaldım? Onu göstərəcəm. 4-cü, bu modellərdə ayüstə biz 95 dərəcəyə seçə bilmirik. Necə seçək? Bəli, gülməli olsa da axırıncı bunu da eləyə bilməyənlər var. İndi onun hamısını göstərirəm. Videoya axıra qədər baxın. Deyəcən nə çox danışdın, keç mətləbə, başa düşürəm. Faydalı videodur. Bax da, neyəcəksən? Oturmuşsan boş bəkər. Heç olmasa bu videoya axıra qədər bax. Bax. İndi göstərirəm hamısını sizə. Deməli, birinci nədir? Paltaryanınızı Achiska Baraban eləmək istəyirsiniz. Özünü yuma proqramı. Özünü yuma proqramı belə qoşulur. Paltaryan sönlü vəziyyətdədir. İçinə heç nə qoymursunuz. Özünü yuyacaq. Baxın, yandırdınız. Düzdür. Burada baxın, Achiska Baraban knopkası var. Baş barmağınızdan bunu basılı saxlayırsınız. Baxın. Bu yazı gələndən sonra start verirsiniz. Özü vaxt təyin edəcək. Nə qədər istəyəcək, yusun axıra çatsın. Yuyacaq, axıra çatacaq. Sönəcək, deməli özünü yuma proqramı qoşuldu və yudu qurtardı. Bunu elədiniz. Yaxşı, ayüstə bizdə paltaryanda odjum proqramı yoxdur. Tək sıxmaq proqramı yoxdur. Bunu necə edək? Bəli, indi onu göstərirəm. Paltaryanı yandırdınız. Paltarları yuyub qurtarıb tək sıxmaq istəyirsən və ya əlində yuduğun paltarı sıxmaq istəyirsən. Yandırandan sonra odjum knopkasını bir dəfə basırsınız və sonra start verirsiniz. Bu tək sıxmaq proqramıdır. Bu yumaq deyil, yaxalamaq deyil, tək sıxmaq proqramıdır. Bunu da bildiniz. İndi nədir problem? Bu üçüncünü deyirəm. Ay usta, bizdə problem olub, paltaryan dayanıb, suyunu boşaldıb sizi çağırmaq istəyirəm, amma eləyə bilmirəm, su qalıb içində, mən nə edəcəm? Bəli, o halda siz nə edirsiniz? Paltaryanı yandırırsınız. Odjum knopkasını bu dəfə 2 dəfə basırsınız. Bu dəfə baxın, 1, 2. 1 dəqiqəlik su boşaltma proqramı. Qoydun, suyu boşaltdı, ustavı çağırırsan. Bu 3. 4-cü məlumat nədən ibarətdir? Ay usta, biz istəyirik qaynama rejimi seçək. 95 ağları, ağ prostinə ağartmaq istəyirəm, amma qoya bilmirəm. Bəli, bunu qoya bilməyənlər var. Çünki bu modellərdə çox adamı çaşdıran bir nüans var. Baxın, yandırır, qoyursunuz bu proqrama. Buradan temperaturu qaldırır, bu da 95-ə qalxmır. Qaldırır, 95-ə qalxmır. Bunda qalxmaz axı. Bu paltaryanlar yalnız 95-ə bilsiz hansı proqramda qalxır? Pambıq rejimdə, baxın. Yalnız pambıqda qalxacaq. Bu pambıq gördünüz, birinci pambıq. Burada siz temperaturu qaldırırsınız, 95 qalxdı gördünüz. Start verirsən, paltarları və qaynadır, ağappaq tərtəmiz edir. Çox adam məgəl, bu təzə ilcilərdə 95 yoxdur ya, işte bunlar heç yaxşı paltaryan deyil deyib proqramdan xəbəri olmayanlar var. Özünüzə yaxşı baxın, digər videolarda çəkmişəm daha doğrusu, yüzlərlə videolar var. Bu səhifəni takibə alandan sonra o videolar avtomatik qabağınıza çıxacaq. Takibə alın. Faydalı məlumatlar sizin qabağınıza çıxsın. Paltaryanla bağlı içi necə təmizlənir, su necə gəlir, necə eləmək olar su təzyiqlə gəlsin. Bunlar haqqında da videolarım var. Yorumlara sağ ol, heç olmasa bir dənə yaza bilərsiniz. Özünüzə yaxşı baxın, sağ olun.